Salam, hər vaxtınız xeyir olsun. Mən Günel Rəsulzadə. Bugün riyaziyyatdan 11-ci sinif buraxılış imtahanına düşmüş sürət məsələsinin izahını verəcəm. Keçək sualımıza. Aralarındakı məsafə 34 km olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A-dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. Amma tam olaraq bizə burada sürət verilməyib. Sadəcə olaraq birinə deyir ki, məchuldur, digəri isə ondan 8 km çoxdur. Velosipedçi A-dan 24 km məsafədə olan C məntəqəsinə piyadadan 0,5 saat tez çatarsa, piyadanın sürətini tapın. Yəni burada qeyd edir ki, velosipedçi 24 km məsafə yol gedib və piyadadan yarım saat tez çatıb lazım olan məkana. Yəni, velosipedçinin sərf etdiyi zaman, piyadanın sərf etdiyi zamandan yarım saat azdır. Yəni, piyada daha çox zaman sərf edibdir. Və biz verilənləri burada qeyd edərək, nəyi qeyd edərək? Yəni, verilən yol nə qədərdir? S bərabərdir 34 kilometrdir. Piyadanın sürəti nə qədərdir? Piyadanın sürətini mən bilmədiyim üçün x ilə ifadə edərəm. Bəs velosipedçinin sürəti nə qədərdir? Velosipedçinin sürəti piyadanın sürətindən 8 km çoxdur. Onda piyadanın sürəti x-dırsa, onda velosipedçinin sürəti x üstə gələk 8-dir. Və mənə qeyd edir ki, A-dan 24 km məsafədə velosipedçi yol gedib. Yəni, velosipedçinin getdiyi yol 24 km-dir. Bəs piyada nə qədər yol gedibdir? Piyada da əgər 34-dən 24-ünü velosipedçi gedibsə, o zaman piyada 34 çıxılsın 24 bərabərdir 10 kilometrdə piyada gedibdir. Və mənə deyir ki, burada piyada velosipedçidən yarım saat çox zaman sərf edibdir. Biz də bilirik ki, əgər biri digərinə çox zaman sərf edibsə, burada zaman fərqi də 0,5-dir. Biz zamanları bilmirik, amma zamanı tapmaq üçün hansı düsturdan istifadə edirik? Gedilən yol bölünsün sürət bərabərdir zamandır. Yəni, S bölünsün V bərabərdir T'dir. Və mən həmin düsturdan istifadə edərək ədədləri yerinə qoyub yazmağa çalışacağım. Gəlin, diqqət edək. Piyadanın sərf etdiyi zaman çox olduğuna görə piyadanın zamanından velosipedçinin zamanına çıxıb 0,5-i taparam. Yəni, 10 bölünsün x, çünki x piyadanın getdiyi sürətdir. Çıxılsın 24 bölünsün x üstə gələk 8-dir və cavab 0,5-dir. Diqqət etsək, bu cür şəkildə olan misalları əsasən kvadrat tənlik şəklində yazırıq. Yəni, eyni məxrəcə gətirib cavabı tapa bilərik. Yəni, kvadrat tənliyə gəlir, çıxır. Amma biz bilirik ki, ibtidai sinifdə biz kvadrat tənlik keçmirik və kvadrat tənlik keçmədiyimiz üçün seçmə üsuluna, məntiqi yolla həmin sualın cavabını tapmaq mümkündür. Gəlin, indi x-in yerinə qiymətlərini verək və cavabımızı tapmağa çalışaq. X-a qiymətlər versəm, x-a 1-i verərəm, 2 verərəm, 3, 4 və en sayda qədər qiymət verə bilərəm. Amma mən burada 1-i, 2-ni, 3-ü yerinə yazsam, istədiyim cavabı tapa bilməyəcəm. Amma 4-ü yazmış olsam, yəni x bərabərdir 4 yazmış olsam, yerinə qoysam istədiyim cavabı tapa bilərəm. Gəlin, indi yerinə qoyaq, yazaq. Yəni, 10 bölünsün, x-in qiyməti 4 olduğuna görə 10 bölünsün 4, çıxılsın 24 bölünsün 4, üstə gəl 8, bərabərdir 0,5 edər. Gəlin, indi cavabları hesablayaq. 10-u 4-ə böləndə cavab edər 2,5. Çıxılsın 24-ü 4 üstə gəl 8, 12-yə bölsəm cavab eləyər 2, bərabərdir 0,5. Deməli, mənim cavabım alındı. Deməli, x-in qiyməti 4 olanda bizim şərtimizi ödəyir. Deməli, bu baxımdan da biz bilirik ki, piyadanın sərf etdiyi zaman 2,5 saatdır. Yəni, sürəti isə 4-ə bərabərdir. Velosipedçinin sərf etdiyi zaman isə 2 saatdır və getdiyi yolu isə, yəni sərf etdiyi sürət isə velosipedçi bərabərdir 4 üstə gəl 8 bərabərdir 12-dir. Məndən burada piyadanın sürətini istədiyinə görə piyada da bərabərdir 4 km/saatdır. Bugünlük izahım bu qədər. Əgər izah yararlı oldusa, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və şərh yazmağı unutmayın. Hələlik.